Oxatan börcü. Vay 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 vay. Bir dənə sevməyi sevir, bir dənə dəyər verməyi verir. Bir oxatanın həyatına girəndə dünyadan böyük xoşbəxt insan sən olursan. Oxatan yaman danışmır, axı bizə xəyanətə meyl olan insan deyil. Oxatan incə ruhlu bir insandır, uşaq kimidir. 5 yaşında uşaq kimi. Allatmır, yarı yolda qoymur. Amma niyə oxatan börcündə olan insanların həyatına girənlər həmişə nankör çıxır? Onu sual vermişsiniz. Oxatan həyatda sevgi cəhətdən hər zaman səhv addımlar atır, yanılır, amma sevməyə gözəl olur. Bir oxatandan mübarizə aparmır, onlar çox kədərli bilinmişdir. Bir oxatanların xətrinə dəyməyir. Onların göz yaşları həmin dəqiqə axır onların gözündən. Bir saniyə belə çəkmir. Yırmaq kədərli insanlardır. Oxatanın məsumluğu, məzunluğu, bir oxatanı nə bilim, dillə ifadə edə bilmirəm mən onu. O qədər gözəl sevməyə bacarır ki, o qədər gözəl dəyər verməyə bacarır ki. Amma oxatanın ki həyatına ki girirsən, inan ki çox xoşbəxt.